Salam mənim əzizlərim, belə bir açılım eləyirik. Yaxın 3 gündə bizi nə gözləyir? Yaxın günlərdə biraz özünə çəkilmiş, sakit qalmaq, düşünmək enerjisi var. Bəzən bu kart insanın tək qalmaq istəyini də göstərir. Özünlə bağlı qərarlar, planlar, gələcək haqqında düşünmək aiddir buna. Bu kart öz mövqeyini qorumaq deməkdir. Yəni kimsəyə qarşı öz fikrini müdafiə edə bilərsən. Kimsə ilə mübahisə və yaxud da öz haqqını qorumaq vəziyyəti ola bilər. Bu kart narahatlıq və çox düşünmək enerjisi gətirir. Bəzən insan gecə çox fikirləşir, stres yaşayır, amma bu çox vaxt qorxular reallıqdan böyük olur. Yəni öz gözünüzdə onu böyüdürsünüz. Ümumilikdə biraz tək qalmaq, düşünmək, hansı mövzuda özünü müdafiə etmək, çox fikir və narahatlıqlar olduğundan xəbər verir. Daxili gücün var və vəziyyəti idarə edə bilərsən. Əlavə bir kart çəkək. Güclü cazibə, maddi mövzular, bağlılıq, asıllıq, gizli istəklər. Kimsə səni manipulyasiya etməyə çalışa bilər. Pul və ya işlə bağlı cazibəli bir təklif də ola bilər, amma tam etibarlı olmayan bir təklif ola bilər bu. Hansı köhnə bağlılıq, insan sizin həyatınızda yenidən gündəmə gələ bilər. Bu bəzən çox güclü maddi enerjidir. Pul, qazanc, iş fürsəti. Amma burada ağılla qərar vermək vacibdir. Bu kart həm də deyir ki, yaxın 3 gündə maraqlı, cazibəli vəziyyət ola bilər. Amma tələsik qərar vermək olmaz. Hər şeyi bir neçə dəfə yoxlamaq daha vacibdir. Bu qədər mənim əzizlərim. Videonu bəyənməyi və save etməyi unutmayın.